Vəhabilərin ümumiyyətlə iki məsələ üstündə danışıqları çoxdur. Bir proqramdır, biri şirkdir. Da bütün insanlar bilir ki, Allah təkdir, Allahdan qeyrisinə ibadət şirkdir. Burada qaranlıq bir məsələ yoxdur. Ki, bunu həmişə deyərək digər məsələləri gözdən salmağa çalışırlar. İkinci nədir? İstər hakim zalim olsun, İstər adil olsun, itaəti vacibdir. Və Qur'an deyir ki, itaət ilə Allaha, onun rəsuluna, əmr sahiblərinə. Allah Qur'anda heç vaxt demədi ki, zalimə itaət elə. Bu özü də bir proqramdır. Zalim hakimə necə itaət olar? Zalim hakimə heç cür itaət olmaz. Zalim hakimə itaət olduqda sən də olursan zalim və qiyamət günü də sənin imamın olaraq, rəhbərin olaraq o zalim gəlir. Bu da digər proqramdır ki, əhl-i sünnətin öz dəyərli hədislərində də zalim hakimə itaət yoxdur. Bizdəki heç yoxdur, onlarda da yoxdur. Əslində, bəzi vaxt deyirlər ki, təqiyyə, indi bilmirsən, özləri həqiqətən təqiyyə eləyir, o təqiyyəni özləri eləyir. Yoxsa həqiqətən ağılsızdılar, düşüncələri o səviyyədədirlər ki, istər hakim zalim olsun, istər adil olsun, itaəti vacibdir. Xeyr, İslamda elə bir şey yoxdur. Yalnız ədalətli hakimdən itaət vacibdir. Əgər onlar dediyi kimi olsaydı, bəs məhkəmələrdə yazıların mənası nədir ki, ədalət mülkün təməlidir.